Salam, xoş gördük. Yenə mən jurnalist Layıqlıqda çox maraqlı bir məlumat var, onu diqqətinizə çatdırmaq istəyirəm. Artıq bu dərmanlar pulsuz olacaq deyə başlamaq istəmirəm əslində xəbərə. Söhbət nədən gedir? Deməli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev belə bir açıqlama verib ki, qarşıdan gələcək illərdə resept əsasında ürək, sonra tənəffüs yolu xəstəlikləri üzrə dərmanlarının tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur. Yəni, həmin dərmanların pulunu İcbari Tibbi Sığorta Agentliyi ödəyəcək, yəni o dərmanlar pulsuz olacaq, belə bir layihə var, bu hələ tətbiq olunmur, onu xüsusi qeyd edeyim. Amma Zaur Əliyev belə deyir ki, yəni gələcəkdə bu məsələlər də tətbiq olunacaq. Hazırda xidmət zərbi çərçivəsində ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vəsaitlərinin anestesiya xidmətinin və sair İcbari Tibbi Sığorta tərəfindən qarşılanması üzrə işlərlə görülür. Hər halda dərmanlarla bağlı kifayət qədər problemlər, narazılıqlar var, xüsusilə qiymətlərin baha olması. Bu Tarif Şurası deyilən bir qurum var, qiymətlərin tənzimləməsi ilə məşğul olur. Dərman qiymətləri ilə bağlı da onların bir layihəsi var idi. Daha doğrusu onlar tətbiq edirlər dərman qiymətlərini, amma onlar dərman qiymətlərinə nəzarət adı altında, yəni o dövrdən bu dövrə kifayət qədər ciddi şəkildə bahalaşma müşahidə olunur. Tez-tez, yəni təxminən 2-3 aydan bir siyahı hazırlayırlar ki, bu dərmanların qiyməti Tarif Şurası tərəfindən tənzimləndi, amma nəticədə nə olur? Dərmanların qiyməti katastrofik səviyyədə bahalaşır. Ümid edək ki, bütün məsələlər öz həllini tapacaq. İcbari Tibbi Sığorta Agentliyi fəaliyyətini bu istiqamətdə də genişləndirəcək. Düzdür, müəyyən bir narazılıqlar var. Pullu dərmanların puluna satılması, eyni zamanda hələ də, yəni günü bu gündə xəstəxanalarda gələn xəstələrdən pul istənməsi, rüşvət və digər bu kimi hallar mövcuddur. Yəni bunu etiraf etmək lazımdır. Amma İcbari Tibbi Sığorta sisteminin tətbiq olunması bu istiqamətdə müəyyən irəliləyişlərin inkişafının olmasını da göstərir. Yəni, yaxşı şeylərdir demək lazımdır. Hər dəfə pis şeylər deməyə ehtiyac yoxdur. Sonsuz da pisdir, bunu hamımız görürük. Amma yaxşı görülən işlərlə bağlı da müəyyən bir irəliləyişlərin olduğunu da xüsusi vurğulamaq məncə yerinə düşərdi. Yəni, bu qədər hələlik. Kanala abunə olmağı unutmayın. Eyni zamanda rəylərdə də öz fikirlərinizi bildirin. Konkret sual, dərmanların qiyməti istiqamət edirmi? Hansı dərmanlara daha çox pul xərcləyirsiniz? Ümumiyyətlə, pulsuz verilməli olan dərmanlar, yəni bu günə qədər də pulsuz verilməli olan dərmanlar sizə pulsuz verilirmi? Hələ